Salam, bu gün fizikadan növbəti sınağın izahına baxırsınız. Birinci sualda mayelərin Paskal qanununun doğruluğunu, mayələrdəki Paskal qanununun doğruluğunu hansı cihaz vasitəsilə yoxlamaq olar? Mayeli manometrlərlə. 2-də koordinatın zamandan asılı qrafikinə əsasən harmonik rəqs edən cismin təcilinin amplitud qiymətini müəyyən eləyək. Təcili yazırıq. Baxaq görək təcildə hansı düsturdan istifadə edə bilərik? A bərabərdir. Baxın, burada x max olduğuna görə, məsələn, 4pi kvadratı x max bölünsün periodun kvadratından istifadə edə bilərik. Buradan 4-ü saxlayıram, pi-nin yerinə 3 yazırıq. X max harada yerləşir? Baxın, yer dəyişmənin maksimal qiyməti. Onu da bizə dəqiqə. Pi-nin yerinə 3-ün kvadratı 9 yazaq, çünki kvadratikdir. Sonra x max-ın yerinə 0,8 yazsaq, perioda gələk indi. Period, baxın, 1, 2, 3, 4 bölgü bizə periodu verir. Periodun da kvadratı eləyəcək 16. Buradan ixtisarlarımızı apardıq, qaldı 4. Bunu da ixtisar elədik 0,2. 9-u da vurduq 0,2-yə, elədi 1,8 C variantı. Üçüncü sualda sürtünmə əmsalı verilib. Üfüqi səth üzərindəki kütləsi 2 kiloqram olan arabacıq F dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürət? Gəlin baxaq. Əvvəlcə nə edək? Müəyyən eləyək görək. Bax, bu arabacığa hansı qüvvələr tətbiq olunur? Birincisi, bu arabacığı bu tərəfə doğru bir F qüvvəsi var. F qüvvəsi də 25 newtondur. Sonra hərəkətin əksi istiqamətində bir sürtünmə qüvvəsi var. Gəlin əvvəlcə sürtünmə qüvvəsini tapaq mü mj-dən. Mü-nin yerinə yazıram 0,5, m-in yerində 2, j-nin yerində də 10 yazsaq, bu da eləyəcək 10. Bu tərəfə doğru da sürtünmə qüvvəmiz 10-a bərabərdir. Və biz baxırıq ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Və baxın, sürətlə eyni istiqamətdədir. Deməli, bu cisim yeyinləşən hərəkət edir. İndi yeniləşən hərəkət üçün 2 dənə variantımız var. Bunu necə biləcəyik? X oxu istiqamətindədir, yoxsa əksinə? Baxın, sürət hansı tərəfdədir? Sola doğrudur. Yəni, X oxunun əksinədir. Onda X oxunun əksinə olan D variantını götürəcəyik. Dördüncü suala baxaq. M1 və M2 kütləli 2 maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Gəlin yerinə qoyaq, yazaq bunu da. Deməli, kütlələri M1 və M3 olan nöqtələr arasındakı qravitasiya qüvvəsi nəyə bərabərdir? Əgər M1 ilə M2-nin arasındakı qüvvə F-ə bərabərdirsə, onda gəlin əvvəlcə nə edək? M1 və M2-nin arasında. Yazaq, F bərabərdir. R, K1, K neydi? M yazırıq. Qarışdırdım mən bunları. M1 vurulsun M2. Bölünsün aradakı məsafənin kvadratı, 2-nin kvadratı 4. Bunu bizə 4 verib. İndi gəlin ikinci hal üçün baxaq. İndi isə deyir ki, M2 və M1 və M3 arasındakı qüvvəni soruşur bizdən. Gəlin baxaq. Burada yazıram. M1-i olduğu kimi saxlayıram. J-ni də saxlayıram olduğu kimi. M2-nin yerinə yazıram. M3 bölünsün 3. M3, daha doğrusu M2 vurulsun 3. Bircə dəqiqə. 2 dənə M2. M2 vurulsun 2-yə. Bunu da bölürük aradakı məsafənin kvadratına. Baxın, arada məsafə 4-dür. 4-ün də kvadratı eləyir 16. Baxaq indi, buradan da ixtisarımızı aparanda yerdə qalır 8. Əgər, bax, bu ifadəni 4-ə böləndə bizə F verirsə, onda eyni ifadəni 8-ə böləndə bizə nəyi verəcək? F bölünsün 2-ni, çünki 2 dəfə azalmış olacaq. Bu da oldu B variantı. Gəldik 5-ci suala. Sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcilin, onların kütləsindən asılı qrafiki verilib, bu qüvvənin qiymətini hesablayın. Gəlin baxaq. Qüvvəni bizə sabit veribsə. Əvvəlcə bax, buradan bir dənə rastgele bir nöqtə götürürəm. F əvəzləyici qüvvə nəyə bərabərdir? M vurulsun A-ya. Buradan gəlin, M-in yerinə nə yazırıq? 5. A-nın yerinə nə yazırıq? 8. Bu da eləyir 40. Məsələn, başqa bir nöqtə də götürə bilərsiniz. Bax, gəlin buradakı nöqtəni götürək. M-in yerində var 10, A-nın yerində var 4. Görürsünüz, yenə də 40-a bərabər olmuş olur. Davam edək. 11-ci suala baxırıq. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiq qüvvələrinin nisbəti nəyə bərabər olar?
Hidrostatik təzyiq qüvvəsi nəyə bərabərdir? Rho J H vurulsun S-ə. İndi əvvəlcə gəlin F1-i tapaq. F1 bərabərdir. Su eyni su olduğu üçün eləcə Rho J H-ın yerinə sadəcə 1H yazıram. S-in də yerinə eləcə 1S yazıram. İkinci halda F2 bərabərdir. Eyni su olduğu üçün sıxlıq dəyişmir. J də onsuz da dəyişmir. H-ın yerinə yazırıq 2H. S-in də yerinə yazırıq 3 dənə S. Deməli, baxıram ki, aşağıdakı, yəni F2 F1-dən 6 dəfə böyükdür. Baxın, bunların hamısını ixtisar edəndə burada qalır 6. Deməli, F1-in F2-yə nisbəti deyirsə, bu da eləyəcək 1 bölünsün 6. 12-ci suala baxaq. 12-ci sualda. Saatın 2 sm uzunluqlu dəqiqə əqrəbi. Deməli, radius bərabərdir. Əqrəbin uzunluğu bizə radiusu verir. 2 sm. Cavabları da santimetrlə gördüyümüz üçün çevirməyə ehtiyac görmürəm. Sonra uc nöqtəsi 30 dəqiqə ərzində. Əgər kəlmənin qarşısında ərzində varsa, deməli söhbət kiçik t-dən gedir. Kiçik t 30 dəqiqə. Sonra bir də əqrəb söhbəti olan mütləq bütün suallarda işimiz perioddan keçəcəyinə görə dəqiqənin periodu nəyə bərabər idi? 60 dəqiqəyə. Və bizdən nəyi soruşur? Yer dəyişməni. Baxın indi, dəqiqənin periodu 60-dır və bu sadəcə yarısını gəlib, 30-u gəlib. Elə fərz edin ki, bu bir saatdır. Bunun tam periodu 60-dır, ancaq bu tən yarısını gəlib. Buradan gəlib bura qədər. Tən yarıda yadınızdadırmı? Biz demişdik ki, yer dəyişmə maksimal olur. Yəni 2 dənə erə bərabər olmuş olur. Vəssalam. Deməli, tən yarı olduğuna görə 2 erlə hesablayırıq. Əgər bir erimiz 2 sm-dirsə, 2 erimiz də olacaq 4 sm. 13-cü suala baxaq. X oxunun əks istiqamətində hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Əvvəla, X oxunun əksi istiqamətdə. Bu nə deməkdir? Yəni, sürət mənfidir, başlanğıc sürət. Sonra, təcillə baxıram ki, o da sıfırdan aşağıdır. Deməli, təcil də mənfidir. Bunu burada qeydimizi götürdük. Davam eləyək. Təcilin proyeksiyası zaman qrafiki verilib. Hansı qrafik bu cismin kinetik enerjisinin zamandan asılılığına uyğundur? Baxın, sürət neyniyəcək? Artacaq. Sürət zaman keçdikcə artır, çünki bu bir yeyinləşən hərəkətdir. Hər ikisinin işarəsi mənfidir. Yeyinləşəndir, sürət artırsa, xətti olaraq artırsa, baxın. Onda deməli kinetik enerji düzdür. Bu X oxun əksi istiqamətindədir sürət. Onsuz da kinetik enerji müsbət skalyar olduğu üçün mənfidə götürə bilmirik biz onu. Yəni kinetik enerji də nə edir? Kvadratik şəkildə artmış olur. Bir qiymətdən başlayır və kvadratik olaraq artmağa başlayır. Çünki kinetik enerji sürətlə kvadratik asılıdır. Sonra gəldik 14-cü suala. Sistem tarazlıqda olarsa, X cisminin kütləsini hesablayın. Baxaq, bax burada var 12 kiloqram, burada da var 2 kiloqram. Topladım, elədi 14 kiloqram. Və bu 14 gəlir burada, 2 yerə ayrılır. 7 bu tərəfə düşür, 7 də bu tərəfə düşür. Bu 7 də gəlir, eynən burada da 7 olur. Baxın indi, buranın topası bizə 7 verməlidir. 6 burada var, bura nə yazsaq 7 olar? 1 yazsaq 7 tamam olmuş olar. Deməli, cavab Y variantı 1-dir. 15-ci sualda harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilir. Qrafikin hansı nöqtələrinə uyğun zaman anında cismin impulsunun modulu ən böyük olar. İndi, baxın, bu koordinat zaman qrafikidir. İmpulsda da nə var? MV var, yəni sürət var. Bax, heç bunu rəqsi hərəkət kimi fikirləşməsək də. Koordinat qrafikində təpə nöqtələrində nə baş verirdi? Sürət 0 olurdu. Sürət 0-dırsa, deməli elə impuls da 0-a bərabər olmuş olacaq. Bu yöndən də baxa bilərik və ya rəqsi hərəkətdə sürət, impuls, kinetik enerji bunlar bir cəbhədən idilər. Təcil idi, yer dəyişmə idi, potensial enerji idi. Bunlarsa bir tərəfdən idilər. Yəni, X-in maksimal qiyməti sürətin 0 qiymətinə bərabər olmalı idi. Gəldik 16-cı suala. Riyazi rəqqasın rəqs periodunun, rəqqasın uzunluğundan, qravitasiya sahəsinin intensivliyindən və rəqsin amplitudlarından asılı qrafiki hansıdır? Gəlin düsturumuzu qeyd edək. Söhbət riyazi rəqqasdan getdiyi üçün period bərabərdir 2 pi kök altında L R. Baxaq indi. Əvvəlcə uzunluqdan. Uzunluqla kökün altında düz asılıdır.
Ona görə kök altında olduğu üçün 2-ni götürürəm. Sonra J ilə tərs asılıdır, 4-ü götürürük. A nədir burada bircə dəqiqə? Rəqsin amplitudundansa asılı deyil. Onda 5-i götürürük. 2, 4 və 5-in olduğu variantlar. 17-ci sualda. Düz xətli hərəkət edən cismin kinetik enerjisinin yer dəyişməsinin modulundan asılı qrafiki verilmişdir. Baxın, burada var kinetik enerji və yer dəyişmə. Hansı qrafik cismə təsir edən qüvvələrin əvəzləyicisinin modulunun yer dəyişmədən asılılığına uyğundur? Aha, F-in yer dəyişmə eyni qalır. Görək F necə dəyişir. Baxın, birinci halda kinetik enerji sabitdir. Kinetik enerji sabitdirsə, deməli sürət sabitdir. Yəni sürət dəyişməyibdir. Əgər sürət dəyişmirsə, orada qüvvə sıfıra bərabər olmalıdır. Birinci halda qüvvə mütləq sıfıra bərabər olmalıdır. Burada da qüvvənin sıfıra bərabər olduğu birinci halda yalnız A variantıdır. Elə buradan da görmək olur ki, A variantı kifayət eləyir. Heç çox da dərinə getməyə ehtiyac yoxdur. 18-ə baxaq. Çevrə üzrə bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisinin modulu hansı ifadə ilə müəyyən olunur? Baxaq. Qüvvələrin əvəzləyicisi F əvəzləyici bərabərdir nəyə? M vurulsun A-ya. Buradan M-i olduğu kimi saxlayaq. Təcilin də bir neçə düsturu var. Ancaq variantlarda period gördüyümüzə görə təcilin elə bir düsturunu yazmalıyam ki, orada period olsun. Nəinki period? Hətta baxın, sürət də var. Gəlin belə eləyək. Təcilin yerinə elə V kvadratı bölünsün R yazaq. Və yaxud da, yox, V kvadrat yox, bir dəqiqə gözləyin. Təcilin yerinə omega V yazaq. Buradan kütlə qalsın, V də qalsın. Omeganın da yerinə yazaq. 2 pi bölünmüş period. Baxaq görək bu variant harda var. 2 pi omega period. Bu da var D variantında. 19-cu suala baxaq. X, O, Y müstəvisində düz xətt üzrə hərəkət edən maddi nöqtənin koordinatları zamana görə bu qanun ilə dəyişirsə, maddi nöqtənin sürətinin modulunu hesablamalıyıq. Deməli, burada nə edəcəyik? Baxın. Əvvəlcə, sürətin, baxın, bir var X proyeksiyası, bir var Y proyeksiyası. Biri də var ki, sürətin, elə ümumi sürəti soruşursa bizdən. Əvvəlcə gəlin sürətin X proyeksiyasını tapaq. Baxaq ki, sürətin X proyeksiyası, sürət harda yerləşirdi? T-nin qarşısında. Sürət olacaq müsbət 3. Y proyeksiyasında harda yerləşir? T-nin qarşısında -4. Və ümumi sürət istəyir, mənfiyə müsbətə ehtiyac yoxdur, çünki bizdən modulunu istəyir. Deməli, bunu Pifaqorla hesablayıb tapa bilərik. Pifaqora kimi baxacağıq. İndi 3 ilə 4 Pifaqorda bizə nəyi verirdi? 5-i verirdi. Vəssalam, deməli sürətimiz 5-ə bərabərdir. Baxın, burada ümumilikdə maddi nöqtənin sürətini istəyir deyə biz Pifaqorla girdik. Ola bilərdi ki, burada sadəcə sürətin X proyeksiyasını istəyərdi, onda 3 deyərdik. Sadəcə Y istəyərdi, 4 deyərdik. Baxın, sualı fərqli formada qoya bilərsiniz. Çalışın ki, sizi çarıxdırmasınlar. 20-ci suala baxaq. Kütləsi 4 kiloqram olan cisim, radiusu 2 metr olan çevrə üzrə hərəkət eləyir. Radiusun vektorun dönmə bucağının zamandan asılı qrafikini əsasən bu cismin kinetik enerjisini hesablayın. Gəlin baxaq. Kinetik enerji nəyə bərabər idi? mv kvadratı bölünsün 2-yə. M var əlimizdə, bu heç. Bizə nə lazımdır? Sürət lazımdır. Onda gəlin sürəti görək necə tapa bilirik. Radius var burada. V bərabərdir. Omega R-dən tapa bilərik. Necə? Buradan omeganın yerinə nə yaza bilərəm? Fi bölünmüş T. Məsələn, bir nöqtə götürdüm. 6-nı 2-yə böləndə nə eləyir? 3. Omega oldu 3. R-i də bizə 2 verib. 3-ü də 2-yə vuranda eləyəcək 6. Deməli, sürəti 6 tapdıq. Onda kütlənin yerində var 4. 6-nın kvadratı eləyəcək 36. Bir dəfə də bunu 2-yə böləndə ixtisar apardıq, elədi 72. 21-ci suala baxaq. Cismin sürət proyeksiyasının zamandan asılı qrafiki verilib. Buna əsasən yer dəyişmənin zamandan asılı qrafikini quraq. Əvvəla, birinci hissədə görürəm ki, baxın, yer dəyişmə deyirsə, hərəkət X ox istiqamətindədir, onsuz da elədi hamısında. Baxın, artan təcilli hərəkət, artan sürət artır, yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətdirsə, onda yer dəyişmə mütləq parabolik olacaq. Baxın. Onda, baxın, C-də düz xətt. C variantını bəri başdan silirəm. A variantında düz xətti silirəm.
Sonra bax, bu variantda yavaşlayan hərəkətdir. Bunu da silirəm. Qaldıq 2 variantın arasında. İndi baxın, burada sürət sabiti dəyişməyibsə, deməli bu səfər yol düz xəttlə artacaq, parabolik yox. Bu da harda var? Yalnız B variantı. Bu da eləyəcək 1,4. 23-cü suala baxaq. Çevrə üzrə bərabər sürətlə hərəkət zamanı dövrətmə periodu hansı ifadə ilə müəyyən olunur? Deməli, bizdə var təcil, bizdə var radius, periodu soruşursa. Əvvəla gəlin neyniyək? Təcil bərabərdir 4 pi kvadratı r kvadratı bölünsün t-nin, kvadrat yox, r-in kvadratı deyil, üzrlü sayın. Aha, r bölünsün periodun kvadratı. Bizdən periodu soruşursa, period bərabərdir 4 pi kvadratı r təcil və bunu da kök altına alırıq, çünki kvadratdan çıxması lazımdır. Bu da belə. İndi gəlin yoxlayaq. Baxın, burada təcili radiusa böləndə, bax, təcili radiusa böləndə, görürsünüzmü? Bu bizə nəyi verəcək? Daha doğrusu radiusu təcilə bölürük. Radius aşağıda olduğu üçün bu bizə verəcək kotangens alfa. Yuxarıda var kotangens alfa. Vəssalam. 4-dən kənara nə çıxır? 2. Pi kvadratından pi. Kökün altında da nə qaldı? Kotangens alfa. Bu da var harda? D variantında. Gəldik 24-cü suala. Radiusu 0,5 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən 5 kiloqram kütləli cismin impulsunun yarım period ərzində dəyişməsi buna bərabərdirsə, deməli biz də bilirdik ki, çevrə üzrə hərəkətdə yarım period varsa t bərabərdir periodun yarısı. Baxın, məxrəcdə 2 olanda impuls dəyişməsi nəyə bərabər olmuş olurdu? 2 dənə p-yə, yəni 2 dənə mv-yə. Onda bizə 2mv-ni nə verib? 100 verib. Yazıram 2mv bərabərdir 100-ə. Buradan m-in yerinə 5 kiloqram qoysaq. 2 vurulsun 5-dən 10 eləyir. 0-ın biri ixtisar olur. Yəni v bərabər olmuş oldu onun özünə. V bərabərdir 10-a. Və bizdən nəyi soruşur? Təcili soruşur. Təcil nəyə bərabərdir? Bircə dəqiqə. A bərabərdir v kvadratı bölünsün r. V-ni biz nə tapmışdıq? 10. 10-un kvadratı nə eləyəcək? 100 bölünsün. Radiusu bizə nə verib? 0,5. Bu da eləyəcək 1000 bölünsün 5-dən. Bir dəqiqə. Bu da 200-ün olduğu C variantı. Iyirmi beşdə kütləsi 100 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılırsa, ipin sərbəst gücü bu sürətlə hərəkət edirsə, yükün kinetik enerjisi. Baxaq. Deməli, bu bir tərpənən blokdur. Əgər bizim verilənləri qeyd edək, kütlənin yerinə 100 kiloqram yazdıq. Bu heç. Bərabər sürətlə qaldırılır. İpin sərbəst gücünün sürəti 0,6-dırsa, aşağıya doğru getdikcə sürət neyniyirdi? Azalırdı. Olacaq 0,3. Niyə? Çünki tərpənən blokda məsafədə 2 dəfə itki olurdu o səbəbdən. Bu belə. İndi bizdən nəyi soruşur? Yükün kinetik enerjisi, yəni mv kvadratı bölünsün 2. Yükün kütləsi nəyə bərabərdir? 100-ə. V-si 0,3, onu da kvadrata yüksələndə olur 0,9 bölünsün, daha doğrusu %9. Sonra bölünsün 2-yə. Buradan da 2 0 ixtisar olanda 9-u da 2-yə böldük, bizə verdi 4,5. Baxaq. M1 və M2 kütlələri M1, M2 olan maddi nöqtələr arasındakı qravitasiya qarşılıqlı təsir qüvvəsinin modulu F olarsa, M1 ilə F2-nin arasındakı qüvvəni bizə F verib. M1-in yerinə yazıram M. M2-nin yerinə yazıram 2M. J də qarşıda dursun. Bölürəm aradakı məsafənin kvadratına. 2-nin kvadratı 4-ə. Bunu hansı düstura əsasən yazırdıq? F bərabər idi J. M1 vurulsun M2 bölünsün R kvadratı var idi. Bax, bu düstura əsasən yazıram bunu. Buradan da ixtisarlarımızı aparsaq, yerdə qalacaq J, M-in kvadratı bölünsün 2. Bunun qiymətini bizə nə verir? F verir. Bu dursun burada. Davam eləyək.
Sonra M1 və M3 kütləli madde nöqtələri arasındakı təsir qüvvəsini tapın. M1-in yerində yazıram. Yenə də J onsuz da qalır. M1-in yerində M yazıram. M3-ün yerində 4 dənə M yazsaq, bölürük aradakı məsafənin kvadratına. 4-ün kvadratı da 16 eləyir. Buradan da ixtisarımızı aparsaq, yerdə qalır J M-in kvadratı bölünsün 4. Baxın indi. Bax, J M-in kvadratını 2-yə böləndə mənə 4 F verirsə, 4-ə böləndə mənə verəcək F bölünsün 2. Çünki baxın, məxrəc 2 dəfə artanda qüvvə 2 dəfə azalmış olacaq. 27-yə baxaq. İpə bağlanmış cisim müəyyən hündürlükdən şaquli müstəvidə çevrə üzrə fırlanırsa, ip qırılarsa. Yadınızda saxlayın, ip qırılanda cisim sürət hansı istiqamətdədirsə, o istiqamətdə hərəkət edir. Hal-hazırda A nöqtəsində sürətin istiqaməti müəyyən edək. Bir toxundan çəkirik, oxa görə də istiqamət qoyuruq. Vəssalam, deməli ip qırılsa, cisim bu istiqamətdə hərəkət edəcək. 28-ə baxaq. Şaquli dəmir lövhə üzərində 0,5 kq kütləli maqniti bərabər sürətlə yuxarı hərəkət etmək üçün ona 10 Newton qüvvə tətbiq olunur. Maqnitin dəmirlə sürtünmə əmsalı verib, maqniti lövhəyə sıxan qüvvəni soruşur. Baxaq, əvvəlcə gəlin qüvvələrimizə baxaq. Bu cismin aşağıya doğru bir MJ-si var. 0,5 vurulsun, J-dən eləyəcək 5. Buna bir 10 Newton yuxarıda bir qüvvə var. Və bizə deyir ki, bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə deyirsə, deməli bunu aşağıya doğru başqa bir 5 Newton da olmalıdır ki, bunlar toplayanda 10-a bərabər olsun, yekunda bərabər sürətlə hərəkət etsin. O qüvvədə hansı qüvvə olacaq? Sürtünmə qüvvəsi. Və həmişə sürtünmə qüvvəsi axı hərəkətin əks istiqamətində olurdu. Deməli, sürtünmə qüvvəsini tapdıq 5 Newton. Dediyim kimi, nəyə əsasən 5 fikirləşdik? Çünki bərabər sürətlə varsa, bu aşağıdakı qüvvələrlə yuxarıdakı qüvvələr bir-birlərinə bərabər olmalıdır. Onda yazıram F sürtünmə bərabərdir 5-ə, o da bərabərdir mü n. Baxın, burada ən böyük səhvlərdən biri. Mü-mj kəlməsini yığışdırırıq. Mü-mj-ni o zaman deyə bilərdik ki, əgər bax bu cisim müstəvi bir səthin üzərində dayanmış olsaydı, baxın, belə bir səth var, deyək ki, səthin üzərində dayansaydı mj götürərdik. Dayanmayıbsa mü-mj götürə bilmərik. Sadəcə təzyiq qüvvəsi deyəcəyik. Yəni onu başqa bir təzyiq qüvvəsi ilə sıxılır bu divara. Onda 5 bərabərdir. Mü-nün yerinə yazıram 0,25 n. Hansı ki, elə bizdən də həmin o təzyiq qüvvəsini istəyir. Onda təzyiq qüvvəsini tapmaq üçün nə edirik? 5-i bölürük 0,25-ə. Bu da eləyəcək 500 bölünsün 25. Bu da bizə verəcək 20. Iyirmi 9-cu suala baxaq. İmpuls zaman qrafiki verilib və bizdən qüvvələr soruşulursa. Baxın, birinci halda impuls artır. İmpuls artırsa, deməli sürət artır. Yeniləşən hərəkətdir. Yəni, F müsbət olacaq. Hərəkət, belə deyim də, bir də bunu bir qayda deyim sizə. Əgər sürətin qolları yuxarıdırsa, bu o deməkdir ki, qüvvədir, təcilli müsbət olacaq. Bu belə. Sonra ikinci halda impuls dəyişmirsə, deməli heç sürət də dəyişmir. Yəni F 0-a bərabərdir. F2 bərabərdir 0-a. Bunu yazaq. Üçüncü halda, baxın indi, üçüncü halın dikliyi 1-dən daha böyükdür. Bax, bu 1-in dikliyidir, bu 3-ün. 3-ün dikliyi böyük olduğu üçün, deməli qüvvəsi də böyük olmuş olacaq. Bircə dəqiqə. Onda F1 kiçik olmuş olacaq. F3-dən 2 də 0-a bərabər oldu. Yəni 3 1-dən böyükdür, 2 də 0-a bərabərdir. Sonra 30-cu sualda. Baxın, bir tərəfi mənə, heç bu sıfırları hələ görmürük, deyək ki. Bir tərəfi bizə 15 verib, bir tərəfi də 20 veribsə, arada da 90 dərəcə varsa, bunu necə taparıq? Pifaqorla. Pifaqorla açıb yerinə qoyursaq, görərsiniz ki, 15-in kvadratı ilə 20-nin kvadratının cəmi bizə nəyi verəcək? Bunu belə Pifaqorla da yoxlaya bilərsiniz və yaxud da ki, 3, 4, 5 tərəfi ilə də yoxlaya bilərsiniz. Məsələn, necə? Hansı sizə rahatdırsa ondan işləyin. Bax, 15-i nəyə bölsəm 3 eləyər 5-ə. 20-ni nəyə bölsəm 4 eləyər 5-ə. Belə deyək də, bunların hər ikisini 5-ə böləndə, burada qalır 3, burada qalır 4. 3 ilə 4 də bizə 5-i verirdi axı. Sonra da bayaq böldüyümüz o 5-ə vuranda olacaq 25. Ancaq istəsəz elə Pifaqorla da tapa bilərsiniz. Bu artıq sizin şəxsi işinizdir. 31-ə baxaq.
Periodları soruşur. Baxıb bu sistem ikili sistemdir. Tən ortadan xətt çəkirik. Həmişə yadınızda saxlayın, diskdən başlayın hərəkətə. Diskdə görürəm ki, biz keçmişdik ki, valdan başqa bütün cəmiyyətlər bərabər qalır. Onda 1-dən 2-nin periodları bərabərdir. T1 bərabərdir T2-yə. Bu belə. Sonra ortadakı bu xətti götürürük və keçirik bu tərəfə doğru. İndi baxaq, artıq orta getdi. 2 dənə qarşılı ötürmə qaldı. Qarşılı ötürmədə period yeganə cəmiyyəti idi ki, radiusla düz asılı idi. Yəni 2-də radius daha böyük olduğu üçün 2-nin periodu da 3-dən böyük olmuş olacaq. Sonra bax, variant hansıdır? 1, 2 bərabərdir və 3-dən böyükdür. A variantı. 32-ci suala baxaq. Cismə təsir edən qüvvələrin əvəzləyicinin proyeksiyası verilib və bizdən sürəti soruşur. Birinci halda əvəzləyici qüvvə var. Varsa deməli sürət dəyişən sürətdir. Və x oxu istiqamətindədirsə deməli artan, yeniləşən hərəkət olacaq. Onda bax bu variantı əliyək. Onda bu variantı da əliyirəm. Yavaş yanı da əliyirəm. Qaldıq yeniləşənlər. Sonra burada qüvvə yoxdursa deməli sürət sabit qala bilər uzaqbaşı. Onda oldu cavab D variantı. Gəldik 33-cü suala. F1 və F2 qüvvələrinin əvəzləyicisinin modulunu hesablayın. Əvvəla gəlin F1-ə baxaq. F1-in bir x oxu üzrə proyeksiyası var, bir də y oxu üzrə. X oxu üzrə proyeksiyası 1-dən 4-ə gəldiyinə görə F1-də 3 dama eləyir. Müsbət 3 və sağ tərəfə getdiyi üçün. Y oxu üzrə proyeksiyası 2-dən 3-ə qalxıb, bu da eləyəcək 1, müsbət 1. İndi gəlirəm F2-yə. F2-nin x oxu üzrə proyeksiyası 1-dən gəlib 4-ə, müsbət 3. Y proyeksiyası 2-dən 1-ə aşağı düşdüyünə görə mənfi 1. Müsbət mənfi y-lər bir-birlərini sıfırladılar. X-ları da toplayanda mənə 6 verəcəksə, deməli yekun əvəzləyicimiz elə 6-nın özünə bərabərdir. Cismin impulsun proyeksiyasının zamandan asılı qrafiki verilib. Qrafikin 1, 2, 3 nöqtəsində cismə təsir edən qüvvələrin əvəzləyicisini hesablayaq. Birinci baxın, burada ortada impuls dəyişməyibsə, deməli qüvvə sıfırdır. F2 bərabərdir 0. Əslində bu bayaqki suala çox oxşuyur. Demək olar ki, eyni şeydir. Aha, F2 bərabərdirsə 0-a. Deməli, bu variantlar ələnir. Cəmi 2 variant arasında qaldıq. Sonra hansının dikliyi daha böyükdür? Baxın, birincinin. Deməli, F1 F3-dən daha böyükdür. 41-ci suala baxaq. X oxu boyunca hərəkət edən 2 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Əvəzləyici qüvvənin 40 saniyə müddətində cisim üzərində gördüyü işi hesablayın. Gəlin hesablayaq. Görülən işi necə tapırdıq? A bərabər idi. Kinetik enerjinin dəyişməsi, delta Y kinetikə. Onda elə kinetikin dəyişməsi, yəni son kinetik enerji çıxılsın başlanğıc kinetik enerji bizə görülən işi verər. Son kinetik enerjinin yerinə yazıram M. Daha doğrusu M bölü 2-ni ortaq vuruq çıxardaq. V kvadratından da çıxaq V sıfırın kvadratını bizə görülən işi versin. M-in yerində var 2. 2-lər ixtisar gedəndə V kvadratının yerində var son sürət nədir? 20-ni. 20-nin kvadratı 400. Çıxılsın. Başlanğıc sürət nədir? 10. Onun da kvadratı 100. Yerdə qalır 300. Bu da var harda? B variantında. 42-ci sualda. Sabit gücə malik mühərriki olan avtomobilin dartı qüvvəsi 2 dəfə artanda kinetik enerjisi necə dəyişir? Əvvəla, sabit güc deyirsə, gücü yazdıq. Gücün elə bir düsturun yazmalıyam ki, onu axırda gətirib kinetik enerjiyə bağlayacağıq. Ancaq burada başqa heç bir məlumat yoxdur. Bir də dartı qüvvəsi varsa. Onda neyniyək? Güc bərabərdir, F vurulsun V düsturundan istifadə edək, ən rahatı. Əgər güc sabitdirsə, dartı qüvvəsi 2 dəfə artanda, onda sürət neynəməlidir? 2 dəfə azalmalıdır ki, güc sabit qalsın. İndi sürət 2 dəfə azaldısa, kinetik enerji necə dəyişir? 4 dəfə azalar. Niyə? Çünki sürətlə kvadratik asılıdır. YK bərabərdir, M V kvadratı böl 2-yə əsasən. Azalar, 4 azalar A variantı. 43-cü sualda. Diaqramın hansı nöqtəsində mexanizmin faydalı işinin ən böyük qiymətinə uyğundur? Deməli, faydalı iş bərabərdir. A tam bölünsün A faydalı. Onda faydalı iş əmsalı, baxın, bizə nəyi soruşur? Faydalı işin. Faydalı işi tapmaq üçün A tamı da bu tərəfə vurma kimi atsaq, faydalı iş bunların hər ikisi ilə düz asılıdır. Ən böyük qiymət deyirsə, hər ikisinin ən böyük olanını götürəcəyik. 44-cü suala baxırıq.
Harmonik rəqs edən cismin potensial enerjisi zamandan asılı qrafiki verilib. Onda T1 zaman anında hansı fiziki cəmiyyətlərin qiyməti 0 olar? T1 zaman anında. Baxın, potensial enerji 0-dır. Bax, bunu biz 2 dəstəyə ayırsaq, gəlin dəstələrimizi ayıraq. Bax, var qüvvə, təcil, qüvvə, potensial enerji və yer dəyişmə. Sonra sürət, impuls və kinetik enerji. Bunlar da başqa bir dəstədir. İndi birinci dəstə maksimal olanda ikinci dəstə 0 olur. Birinci dəstə 0 olanda ikinci dəstə maksimal olur. Baxın, potensial hansı dəstədəndir? Birinci dəstədəndir. Potensial T1-də nəyə bərabər olur? 0-a. Əgər birinci dəstə 0-dırsa, deməli bunlar maksimal olacaqlar. Bizdən isə 0-a bərabərlər istəyir. 0-a bərabər bu dörtlüyün içindəkiləri götürə bilərəm. Məsələn, koordinatın götürə bilərik. Yer dəyişməni. Sürəti götürə bilmərəm, impulsu götürə bilmərəm, kinetik enerjini götürə bilmərəm. Bunun ikisini götürə bilərəm. 1, 2 və 4-ün olduğu cavablar. 45-də yaydan asılmış yük 4 saniyə periodla rəqs eləyirsə, yükün kütləsini 4 dəfə azalanda rəqs periodu necə dəyişər? Baxaq. Yaydan söhbət gedirsə, deməli söhbət yaylı rəqqasdan gedəcək. Onda yaylı rəqqasın periodu nəyə bərabərdir? T bərabərdir 2pi kökün altında m bölünsün k. Baxaq, saniyə periodu rəqs edir. Yükün kütləsini 4 dəfə azaldanda və period da kütlə ilə kökün altında düz asılı olduğu üçün period neyniyəcək? 2 dəfə azalmış olacaq. İndi başlanğıcda period nə idi? 4 idi. 2 dəfə azaldı, oldu 2. 46-cı sualda harmonik rəqs edən 1 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cismin yer dəyişməsindən asılı qrafiki verilib, rəqsin tezliyini soruşursa bizdən. Gəlin bir-bir verilənləri qoyaq yerinə yazaq. Qüvvə nəyə bərabərdir? Bax, bu nöqtədə 9-a. F bərabərdir 9, X bərabərdir. Baxın, 1. Buradan biz nəyi soruşuruq? Bizdən nəyi soruşur? Tezliyi soruşursa. Deməli, söhbət yaylı rəqqasdan gedir. Çünki 3-cü, 3-cü rübdən keçdiyinə görə. İndi yaylı rəqqasda gəlin tezliyin düsturunu yazaq. Tezlik bərabərdir. Kökün altında k bölünmüş 2 pi kökün altında m. 1-1. Buradan əvvəlcə gəlin k-nı tapaq. K bərabərdir f bölünmüş x-dan. 9-u 1-ə böləndə k-nın yerində 9 olacaq. Onda bu kök altında k-dan nə çıxar? 3 çıxar. Kökü sildik. 3. 2 vurulsun. Pi-nin yerinə də 3 yazıram. Kök altında 1-dən də elə 1 çıxır. Bu 3-lər 2-də ixtisar gedəndə yerdə qalır 2-də 1, yəni 0,5. 47-ci suala baxaq. Hansı qrafik riyazi rəqqasın sərbəst rəqslərinin periodunun kütlədən asılılığını? Riyazi rəqqasda period nəyə bərabərdir? 2pi kökün altında L, J. Yəni kütlədən asılı deyil. 48-ci suala baxaq. Harmonik rəqs edən rəqqas AB və VS hissələrində. Baxaq, əvvəla gəlin AB hissəsinə baxaq. Yəni, neyinir? Tarazlıq vəziyyətinə gəlir. Tarazlıq vəziyyətinə gəlin. Gəlin kənarları yazaq. A, F, potensial enerji və yer dəyişmə. Sürət, impuls, kinetik enerji. Baxın, buradan bura gələndə təcil azalır deyə variantlardan giriş eləyək bəlkə. Cismin impulsun modulu artar. İmpuls nə zaman artar? Kənara doğru gedəndə, yəni B-dən C-yə gedəndə. Potensial enerji nə zaman artar? Ortaya gələndə. Baxın, ortaya gələndə. Onda bunu atıram bura. Cismin təcili tarazlıq vəziyyətinə doğru hər zaman yönəlir, fərqi yoxdur. Cismin təcilinin modulu nə zaman azalır? Ortaya gələndə. Birinci halda. Cisim bir tam rəqs ərzində getdiyi yolun 1/4 hissəsini hər iki halda tarazlıqdan kənara ya kənardan tarazlığa elə 1/4 period deməkdir. Bunu isə tən ortaya atırıq. 49-cu sualda səsin poladdakı sürətini bizə verib, rəqslərin tezliyini verib, pi/2 fəzalar fərqi ilə rəqs edən iki nöqtənin koordinatları arasındakı məsafəni soruşursa. Əvvəlcə gəlin düsturumuzu yazaq. Delta pi bərabərdir 2pi bölünsün lambda vurulsun delta x. Görə bizə nə verib? Baxın, bizə fəzalar fərqi verilib. Məsafəni, bax bu x-i soruşur. Bizə nəyi verməyib? Baxın, buradakı bu lambdanın dalğa uzunluğunu. Onda gəlin əvvəlcə dalğa uzunluğunu tapaq.
Dalğa uzunluğu bərabərdir. Sürət bölünsün tezlikdən. Sürətin yerində var 5000, tezliyin yerində varsa 500, onda dalğa uzunluğu nəyə bərabərdir? 10-a. Buradan dalğa uzunluğunu tapdıq və bizdən bax bu x-i soruşursa, dalğa uzunluğunu bu tərəfə vurma kimi, 2π-ni də bölmə kimi atıb tapa bilərik. Gəlin yerinə qoyaq tapaq. Dalğa uzunluğunun yerinə yazdım 10. Fəzalar fərqinin yerinə yazıram pi bölünsün 2. Burada aşağıdakı 2π-ni də olduğu kimi saxlasaq, pilər ixtisar gedir, onu da 4-ə böləndə eləyəcək 2,5. Və gəldik sonuncu suala. Cədvəldə müxtəlif maddələrin sıxlıqları verilmişdir. Hansı maddədən hazırlanmış bütöv cisim civədə üzər? Deməli, üzmə şərti nə idi? O zaman üzərdi ki, əgər cismin sıxlığı kiçik olsaydı mayenin sıxlığından. Civə, söhbət civədən gedirsə, yəni hal-hazırda cisim civədir. Civənin sıxlığı nə qədərdir? Bax, bu qədər. Onda mənə elə bir maye lazımdır ki, civədən ağır olsun, sıxlığı böyük olsun. O da hansıdır? Məsələn, bunu götürə bilmərik. Bunu götürə bilmərik. Bizə dəqiqə, üzrlüsən, civədə üzər deyir, civəni demir. Civədə üzər deyirsə, bizim mayemiz civədirsə, bizim cismimiz mayədən kiçik olmalıdır. Onda bu 1360-dan, 13600-dən kiçik olmalıdır. Bunu götürə bilərəm. Bunu da götürə bilərəm. Bunu da götürə bilərəm. Vəssalam. Deməli, var burada qurğuşun, mis və polad. Qurğuşun, mis və polad sonuncu sual. Əgər faydalandısa, sizə faydalı olursa, mütləq bəyənin və şərhinizi də yazmağı unutmayın. Hardasa xoşunuza gəlməyən məqamları mütləq qeyd edin.